Cənnət pulla qazanılır, bəli. Pulu xərcləyirsən Allah yolunda, çevrilir olur cənnət. Bu dünyanı heç kəs pisləməyib. Nə qədər çox sahiblənsə, burada oturanlar dünyaya çox yaxşıdır. Mən bunu sizə 100 dəfə demişəm. Elə bir hədd yoxdur ki, İslam desin ki, day qazanma, bəsdir. İslam deyir, çox qazan, çox xərcləmək üçün. Başqalarına faydalı olmaq üçün. Bir adam qocalmışdı, yaşlaşmışdı, da işdən çıxmışdı. İmam Sadiq Əleyhisselam deyir ki, ged işdə ağlın azalar. İşdə çalış, bacardığın qədər işdə, zəhmət çək. Aldananlara zərbə vurur, aldananlar özü aldanır. Dünyanı da Allah rəhməti ilə yaradıb. Və rəhməti vəsəət kullə şey. Quran buyurur ki, rəhmətim Allah deyir, hər şeyə əhatə eləyib. Bu çox mühüm xəbərdir. İstisnasız hər şey Allahın rəhmətindədir. İrfan əhli deyir ki, varlıq aləmi rəhmətlə başladı. Rəhmətlə davam edir və rəhmətlə həmişə gedəcək. Bir dənə siz Qurana baxın, qəzəb ayəsi çox azdır Quranda, fikir verin. Ey rəhməti qəzəbini üstələyən. Allahın müstəqil qəzəb sifəti yoxdur. Müstəqil qəzəb, bir rəhmət olsun, bir qəzəb olsun, xeyr. Deyirlər, bəs qəzəb nədir? Deyirlər, qəzəb rəhmətin olmadığı şeyə deyilir. Allahda olan rəhmətdir. Misalı belə deyim, günəş işıq saçır. Günəşdən zülmət gəlir, yox. Günəş işıq saçır. Bəs zülmət necə yaranır? Günəşin qabağını alırsan, olur zülmət. Zülmət özü müstəqil varlıqdır, yox. Zülmət nəyə deyilir? İşığın düşmədiyi yerə. Zülmətin müstəqil varlığı yoxdur. Rəhmətlə qəzəb də belədir. Allahdan gələn rəhmətdir. Allahdan gələn rəhmətdir. Günahkarlar rəhmətin qabağını günahla alır, düşdüyü yerin adına deyirlər ki, qəzəb dairəsinə düşdü. Çünki orada rəhmət yoxdur. Yoxsa Allah qəzəblənmir ayrıca. Aydındır? Allah rəhməti verir, sən günahla rəhmətə sədd qoyursan, olursan bir dairədə dayanmısan ki, rəhmətin qabağını bağlamısan. O dairə ki, rəhmət ora düşə bilmir, ona deyirlər qəzəb. Yoxsa Allah əsəbləşdiyi, necə qəzəblənir? Allah qəzəblənmir. Əli əleyhissalam Kumeyl duasının axırında deyir, əgər kafirlər olmasaydı, لَجَعَلْتَ النَّارِ كُلَّهَا بَرْدًا وَسَلَامًا Cəhənnəmin hamısını sərin və salamat eləyərdi. Yəni, cəhənnəm əslində cənnətdən qopub. Cəhənnəm yaratmamışdı Allah. Cəhənnəmi insanların pislikləri yaradır. Allah bizi Həzrəti Fatimədən ayrı salmasın inşallah.